Çox hörmətli qonaqlar, əziz müəllimlər, dəyərli tələbələr, bugünkü tədbirimiz adından da məlumdur, məişət zorakılığına yoxla bağlıdır. Xahiş edirəm, ilk öncə Azərbaycan dövlətinin atributlarından olan himnimizi dinləyək, xahiş edirəm. Azərbaycan xalqının ümumi lideri Ulu Öndər Heydər Əliyevin və Azərbaycan ərazi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edir. Allah rəhmət eləsin. Əziz müəllimlər, dəyərli tələbələr, icazə verin, kollec rəhbəri Səbuhi müəllimin adından sizləri salamlayıram. Bugünkü tədbirimiz məişət zorakılığıyla bağlıdır. Çox əfsuslar olsun ki, bu bir qara yalıq, xərçəng kimi Azərbaycanda hökm sürür. Nədir məişət zorakılığı? Yəqin gündəlik rast gəlirik. Çox əfsuslar olsun ki, qurbanlar veririk. Məişət zorakılığı indi təqdim edeyim, mən burada mütəxəssislər gəlib. Azərbaycanın görkəmli nümayəndələri gəlib, onları təqdim edeyim sizə. Dayaq Sosial Maarifləndirmə İctimai Birliyinin sədri, çox hörmətli Hicran xanım Əlməmmədova buradadır. Layihənin eksperti Gövhər xanım Quliyeva buradadır. Ailə və Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü İradə xanım buradadır, xoş gəlib. Azərbaycan Siyasi Elmlər Doktoru, Profesör, Azərbaycan Prezident İdarə Etmə Akademiyasının Profesoru Elşad müəllim Birbəşiroğlu buradadır, salamlayırıq. Azərbaycan Göyərçin Təhsilin İnkişafına Dəstək İctimai Birliyi Gülnarə xanım Vəlxanlı buradadır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Gülmira xanım buradadır. İndi Yasamal rayon polis idarəsinin rəisini biz gözləyirik, bir də
Vəkillər kollegiyasının bir üzvü də inşallah 200 üzvü də qatılacaq. Yəni bu günkü bizim tədbirimiz Respublika üçün əhəmiyyətli bir tədbirdir. Yəni nədir məişət zorakılığı? Yaxın qohumluqda, təsəvvür, yaxın qohumluqda, münasibətlərində birgə yaşayış və yaşamaqda olan qohumların biri-biri ilə, biri-birinə fiziki, psixoloji, iqtisadi və cinsi təsir demək. Bax, təsəvvür eləm. Bunun qarşısını almaq üçün, düzdür, bizdə məişət zorakılığına qarşı qanun var. Ancaq çox həbslər olsun ki, bu tam icra olunmur və Azərbaycanda bu bir bəlaya çevrilir və əksəriyyəti qurban. Təsəvvür edin, bir ailədə ata, ana kim aiddir bu, onu da deyim, bu, indi ekspertlər də deyəcək, məişət zorakılığına hansı ünsurlar daxildir? Ata, ana, nənə, baba, nəvə, ailə, qəyyumluqda olan, evlatlığa götürülmüş, sonra qadınlar, gəlinlər, bunlar daxil olur. Təsəvvür edin, Azərbaycan ailəsində hardan başlayır bu? Birinci, iqtisadi cəhətdən. İkinci, burada alkoqolizmin də rolu var, narkomaniyanın da rolu var. Bilirsən, istəyir ki, ailədə hakimiyyət, istər kişi olsun, istər qadın. O ailədə, o körpənin yanında ki, bax, belə şiddətlər olacaq, ananı döyəcəklər, atanı ana aşağılayacaq, həmən ailədə böyüyən bizim gənclərimiz də, uşaqlarımız da travmalı böyüyürlər və onların yaddaşında qalır. Və təsəvvür edirəm, mən bir epizod danışacağım, bir 10 il bundan öncə olan hadisi deyirəm. Cavan gəlin, 5 yaşında uşaq, bunlar yola getmirdi, dalaşdılar, məhkəməyə verdilər. Həmən o faktor olan evin kişisi getdi məhkəmədə yalvardı, biz barışacağıq, neynəyəcəyik, yalandan dil tökdü. Çox əsrlər olsun ki, məhkəmədə qərar verdi, bunlar barışsınlar, sonra gəldi 1-2 gündən sonra, 3-cü gün liftdə evladını gözünün qabağında qətlə yetirdi. Bax, burada həqiqətən də o barışmaq məsələsi də vardır. Bunlarda önce kin yaranır. Bir qadın ki, ya bir kişi ki, evladının yanında, uşağını, həyat yoldaşını aşağılayırsa, ləyaqətini aşağılayırsa, o heç vaxt düzələndir. Bax, təsəvvür edin. Buraya aidlidir, hörmətli profesör də deyəcək, mühəndislər də deyəcək. Bununla mübarizə aparmışsın, tək dövlətin polis idarəsinin üzərinə qoymaq üstündür. Bax, belə bir xərçənglə mübarizə bütün Azərbaycan ictimaiyyəti, bütün xalq aparır. Bəzən biz görürük, onu da deyibsə, bir ailədə münaqişə var, deyirik ki, bu ailə işidir. Yox, ailə işi deyil axı. Sabah bu acı nəticə verir axı. Sabah bunu qətlə yetirir axı. Hər bir şəxs, hər bir ictimaiyyətin nümayəndəsi ona müdaxilə eləməlidir. Müvafiq polis orqanları var. İndi əslində bizdə icra orqanlarına müraciət edirlər. Burada çox vaxt aparır, bilirsən bu münaqişələr. Sonra bizdə var, el qınağı var deyirlər. Bəzən güyəşdə gedirlər. Nə bilim, dinlə eləyirlər ki, deyirlər ki, bunu cəmaat bilsə, el bilsə, bizim üçün, ailəmiz üçün, uşaqlarımız üçün və ona dözür və nəticədə nə olur? Bax, belə qətliyamlar olur, belə qurbanlar olur. Özü də istər, indi burada da çox hörmətli ailə və uşaq adına problemlər olsun, istər Daxili İşlər Nazirliyində olsun, son aylar müraciətlərin sayı çoxalır. Təsəvvür edin. Bax, indi bizim ailələr, ona görə də ailə də quranda bunun keçmişini bilməlisiniz, tanımalısınız. Bu nəsidir, kimdir, bunun psixi durumu necədir? Çox həbslər olsun ki, bu bəzən ailə quran gənclərdə nəzərə alınmır və onun da bəlalarını biz görürük. Bax, biz görürük, qurbanlar veririk. İstər buna polis orqanlarında bəzən gücü çatmır. Ona görə ki, bu ictimaiyyət, bu cəmiyyətin bir bəlasıdır. Həqiqətən də Azərbaycanda bu çox bu məişət zorakılığı. Onun da növləri var. Fiziki cəhətdən döyülmə. Yaşı bir ata ki, ananı evladın yanında döyürsə, bu uşağını psixoloji təhqir edir, ləyaqətdən alçaldır. Asılı vəzir iqtisadi, yəni iqtisadiyyət də bilirsiniz ki, pulla bağlıdır. İstəyir ki, evdə hakimiyyət kişidir. Qadın istəyir, mən o ailələrdə düşədir. Qadın istəyir, burada olsun, kişi istəyir, görə yaxın gəlirlərlə dava qırılır. Sonra bunu bir mənəvi zərbə var. İndi mən məmnuniyyətlə sözü çox hörmətli bizim deməli dayaq sosial maarifləndirmə İctimai Birliyinin sədri, çox hörmətli İcra xanım
Çok sağ olun. Çok sağ olun müəllim. Teşekkür ederim. Hörmətli qonaqlar, tələbələr, müəllimlər, sizi salamlayıram. Tədbirimizdə iştirak etdiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm. Hörmətli qonaqlar, sizləri salamlayıram. Hər birinizə tədbirimizdə iştirak etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırmaq istərdim ki, Dayaq Sosial Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə məişət zorakılığına yox layihəsini həyata keçirməkdəyik. Layihəmizin əsas məqsədi cəmiyyətdə məişət zorakılığının səbəbləri, nəticələri və qarşısının alınması yolları barədə maarifləndirmə aparmaq, zorakılıq qurbanlarını məlumatlandırmaq və onların hüquqlarını müdafiə etməkdir. Cəmiyyətdə geniş yayılmış, lakin çox vaxt gizli qalan sosial problemlərinin məişət zorakılığı ilə mübarizəyə yönəlmişdir. Məqsəd zorakılığın müxtəlif formları fiziki, psixoloji, iqtisadi haqqında ictimai məlumatlığı artırmaq, qurbanların hüquqları və mövcud dəstək mexanizmləri barədə maarifləndirmə aparmaq, həmçinin zorakılığa qarşı sıfır tolerantlıq mədəniyyətini təşviq etməkdir. Layihə çərçivəsində maarifləndirici materialların hazırlanması nəzərdə tutulur. Bununla yanaşı ictimaiyyətdə mövcud qaynar xətlər və sığınacaqlar barədə dolğun informasiya veriləcək. Hüquqi və psixoloji dəstəyi əlçatanlığı təbliğ olunacaq. Nəticə etibarilə layihə zorakılıq qurbanlarının müdafiəsi ilə institutun möhkəmləndirilməsinə, gender bərabərliyinin təşviqinə və sağlam ictimai münasibətlərinin formalaşmasına töhfə veriləcəkdir. Məişət zorakılığının qarşısının alınması haqqında qanunu qəbul etməsinə məişət zəruriliyin səhvlərindən, amillərindən birinci məişət zorakılığı zəminində cəmiyyətdə baş vermiş hadisələr, cinayətlər, intihar halları və s. üzrə statistik rəqəmlər olmuşdur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərər çəkənlər 1536-sı və ya 6,4% məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər çəkənlərdir. Həmin cinayətlər nəticəsində zərər çəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 18,2% artmışdır. Onların da 78,5% qadınlar, 22,1% artım, 0,7% 1,5 dəfə azaltma isə yetkinlik yaşına çatmayanlar təşkil etmiş və əvvəlki müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,5% artaraq 65 nəfər, onların 46-sı qadınlardır. Məişət zorakılığı dünyada və Azərbaycanda geniş yayılmış sosial problemlərdir. Zorakılıq fiziki, psixolojik, iqtisadi və ya seksual formada təzahür edərək insanların həyatına, sağlamlığına və rifahına ciddi zərər vurur. BMT-nin məlumatlarına görə dünya üzrə hər 3 qadından biri həyatının müəyyən dövrdə zorakılığa məruz qalır. Azərbaycanda da məişət zorakılığı ilə bağlı müraciətlərin artması, xüsusi qadın və uşaqların daha çox risk altında olması problemlərinin aktuallığını göstərir. Məişət zorakılığı yalnız fərdi həyatlara deyil, bütövlükdə cəmiyyətin sosial inkişafına da mənfi təsir edir. Zorakılıq ailələrin dağılmasına, uşaqlarda psixoloji travmaların yaranmasına, gənc nəsildə aqressiv davranışlarına artmasına səbəb olur. Maarifləndirmə işlərinin yetərli olmaması, mövcud qanunvericiliyi və dəstək mexanizmlər ictimaiyyət arasında kifayət qədər tanıdılmaması problemin daha da dərinləşməsinə gətirib çıxarır. Buna görə də məişət zorakılığına qarşı mübarizədə maarifləndirmənin aparılması və ictimaiyyətin məlumatlandırılması olduqca aktualdır. Layihə bitdikdən sonra layihə çərçivəsində əldə olan təcrübədən istifadə ediləcək,
kütləvi informasiya verilişlərində istiqamətdə davamlı iş aparılacaq. Görülən işlər sosial şəbəkəsi vasitəsilə daha geniş arenaya çatdırılacaqdır. Layihənin nəticələrinə dair ümumiyyətlə layihədə qaldırılmış problemlərin həlli istiqamətində tüvey verilişlərdə də yayınlanacaq. Tüvey verilişlərinin saytlarının kütlə informasiya saytlarının geniş yayımını həyata keçirəcək. Bununla yanaşı informasiya layihə iştirakçıları qazandığı təcrübə ilə digər bu kimi layihələrin reallaşmasına fəal rol oynayacaqdır. Hörmətli şagirdlər, istərdim ki, çəkinmədən layihənin mövzusu haqqında başa düşmədiklərini burada əlişən qulaqlarımıza müraciət edib, onlar da sizə cavablandırılacaq. İndi isə sözü verirəm Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Gülmira xanıma. Gəl xanım. Əvvəla hamını salamlayıram. Çox sağ olun ki, iştirak edirsiniz. Çox sağ olun ki, qulaq asırsınız diqqətlə. Deməli, müəllim də, Hicrə xanım da çox gözəl həm statistik məlumatları açıqladılar, həm sosial yönümlü, yəni öz çıxışlarında bildirdilər ki, bunun sosial vacibliyi nə qədərdir. Sosial vacibliyindən əlavə bizim yəni günləri çatdırmaq istədiyimiz odur ki, bu sahəyə, bu problemə daha doğrusu dövlət xüsusi əhəmiyyətli daha doğrusu çox təhlükəli bir vəziyyət kimi baxır ki, qanun qəbul edilib xüsusi bununla bağlı və Nazirlər Kabinetinin kifayət qədər bununla bağlı qərarları var. Aləm Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi kifayət qədər bu işlə məşğuldur. Biz vəkillər olaraq yəni bu məsələnin bu problemin həllində yəni kifayət qədər əlimizdən gələni etməyə hazırıq. Eyni zamanda dövlətimizin digər orqanları, hüquq mühafizə orqanları bununla bağlı çalışır. Amma hər yerdə dövlət, yəni hər bir ailənin içində olmayacaqdır təbii ki. Onunla bağlı hər kəs özü çalışmalıdır ki, bu problemi öz ailəsində və yaxud qonşuda, qohumda görsə, bununla bağlı öz əlindən gələni əsirgəməsin. Bu bizim vətəndaş borcumuzdur. Məişət zorakılığı ilə bağlı qanun var. Bunun biz hamısını bugün oxuya bilməyəcəyik. Bu həm vaxt baxımından, həm də yəni siz yormaq istəmirik bununla bağlı. Amma belə bir qanun var. Bunu yəni biz keçən dəfə olduğumuz orta məktəbdə şagirdlər idi, amma bu günləri tələbələrdir və bu tələbələrin əlçatanlığı var. Yəni onlar da internet resurslarına girib bu qanun layihələrini, qərarları oxuya biləcəklər. Bu qanun nədir? Bu qanun ondan ibarətdir ki, dövlət öz vətəndaşını, nəinki vətəndaşını, vətəndaşı olmayan hər bir kəsi qoruyur məişət zorakılığından. Məişət zorakılığı çox faciəvi bir şeydir. Çünki insan ən çox öz ailəsində, evində o təhlükəsiz məkan öz evi hesab edir. Amma əgər o təhlükəsiz məkan sənin ən təhlükəli yerin olursa, onda yəni insanın sığınacağı ikinci bir yer olmur. Bu halda dövlət yəni həmən təhlükə ilə üzbəüz olan insanı qorumağa çalışır. Çox təəssüf ki, yəni bu zorakılığın qurbanları çoxdur. Bayaq Hicrə xanımın verdiyi məlumatdan da bildik. Amma ən faciəvisi də bunun ən faciəvisi də odur ki, uşaqlar, qadınlar və yaşlılar. Kim ki daha zəifdir, onlara daha çox zorakılıq tətbiq edilir. Yəni bugün bizim zalda oturanlar, həm qızlar. Yəni onu deməyə çalışırıq ki, bu zorakılıqla əgər hər hansı bir kəs qarşılaşsa, evində, qonşusunda, qohumunda, küçədə zorakılıqla qarşılıq vermək olmaz.
bu özü faciəvi sonluqla bitəcəkdir. Bununla bağlı 102 xidmətimiz var, polis, hüquq mühafizə orqanlarımız var. Yerli icra hakimiyyətində fəaliyyət göstərən, nəzdində fəaliyyət göstərən bizim şöbələrimiz var, qəyyumluqla bağlı. Onlara müraciət edə bilərsiniz. Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi var və Vəkillər Kollegiyası var. Yəni, bununla bağlı müraciət edə bilərsiniz, hüquqlarınızı qoruya bilərsiniz. Yəni, hər kəs birinci özündən başlasa, öz ailəsindən başlasa, mənə elə gəlir ki, problemin həlli daha tez qarşılaşacaq problemin həlli ilə. Bu qədər, çox sağ olun. Çox sağ olun. Sözü Prezident Yanında İdarə Akademiyasının profesoru, çox hörmətli Elşad müəllim. Əziz dostlar, hər birinizi salamlayıram. Hər şeydən öncə qeyd etmək istəyirəm ki, Dayaq Sosial Maarifləndirmə İctimai Birliyinin bugün müzakirəyə çıxartdığı mövzu olduqca aktualdır. Sözsüz ki, təkcə bizim cəmiyyətimiz üçün deyil, bütün dünyada ən çox müzakirə olunan məsələlərdən biri də ailə məişət zorakılığı məsələsidir. Nəzərə almaq lazımdır ki, əksər hallarda yaxın qohumlar arasında münaqişəli vəziyyətlər haqqında, zorakılıq halları haqqında bizlərin məlumatı olmur və yaxud da ki, az məlumatlı oluruq. Və zorakılığa məruz qalan insanlar bir çox hallarda bir ömürləri boyu məhz dözülməz şərtlər daxilində öz həyatlarını sürürlər. Ona görə də ailə məişət zorakılığı mövzusunda maarifləndirmə işlərinin aparılması çox vacibdir. Çünki bu zorakılığı həyata keçirənlər də, ona məruz qalanlar da cəmiyyətimizi formalaşdıran üzvlərdir. Və burada təkcə əziyyət çəkən tərəf, obrazlı olsa da səsləndirəcəm, təkcə zorakılığa məruz qalan tərəf deyil. Eyni zamanda o zorakılığı davamlı törədən insanlar da hesab edirəm ki, qurbanlar sayıla bilər. Nə mənada? Çünki onlar getdikcə o zorakılıq aktlarını davam etdirirlər və özlərini bir şəxsiyyət kimi, cəmiyyətin faydalı üzvü kimi aşınlandırırlar. Yəni ki, onlar artıq öz mənəvi keyfiyyətlərini itirirlər və tamamilə cəmiyyət üçün təhlükəli bir deməli, elementə çevirirlər. Ona görə də maarifləndirmə işlərinin aparılması həm qurbanların qorunması imkanlarını genişləndirir, həm də o zorakılığı həyata keçirən insanların reabilitasiyasına köməklik edir. Baxın, bu salonda oturanlar təbii ki, bunu arzulamırıq, hər zaman uzaq olsun. Həm zorakılığı həyata keçirənlər ola bilərlər, həm də bu zorakılığın qurbanları ola bilərlər. Ona görə də bu müzakirələrə çox diqqətlə qulaq asmaq lazımdır. Bu təhlillərdə yaxından iştirak etmək lazımdır. Bir çox hallarda bizim özümüz də bilmədən zorakılığı həyata keçirə bilərik. Zorakılıq deyəndə təkcə kiməsə qarşı və yaxud da ki, yaxın ailə üzvlərimizə qarşı fiziki güc tətbiqi nəzərdə tutulmamalıdır. Zorakılığın müxtəlif növləri var. Psixoloji zorakılıq var, iqtisadi zorakılıq var, siyasi zorakılıq var, seksual zorakılıq var və s. Və biz bir çox hallarda əgər kiməsə qarşı fiziki güc tətbiq etmiriksə, düşünə bilərik ki, biz ailə məişət zəminində zorakılığı həyata keçirmirik. Amma bu belə deyil. Biz bu ailə məişət zəminində zorakılıq haqqında aydın təsəvvürlərə malik olmaqla həm ailəmizi, ailə üzvlərimizi
qorumuş ola bilərik. Ailə daxilində sabit münasibətlər formalaşdıra bilərik. Münaqişəsiz vəziyyəti hər zaman saxlaya bilərik. Həm də cəmiyyətimizin sağlamlığını qoruyub saxlaya bilərik. Bu çox vacibdir. Yəni, psixi travmalarla yaşayan insan cəmiyyəti üçün faydalı üzv ola bilməz. O, cəmiyyəti üçün töhfə verə bilməz, çalışdığı yerdə töhfə verə bilməz. Ona görə də əbəs yerə deməyiblər. Yəni, bunu sadəcə olaraq şablon və yaxud da ki, növbətçi ifadə kimi qəbul etmək lazım deyil. Biz deyəndə ki, cəmiyyət sağlam ailədən başlayır. Yəni, sağlam ailə də sağlam münasibətlər deməkdir hər şeydən öncə. Ona görə də ailə məişət zorakılığı haqqında birincisi biz aydın təsəvvürlərə malik olmalıyıq. Onun sərhədlərinin nədən ibarət olduğunu dərk etməliyik. Bir çox hallarda ailə məişət zorakılığı haqqında aydın təsəvvürlərə sahib olmadan bəzən prosesləri tamamilə taleyin axarına buraxmaq da doğru olmaz. Məsələn, tutaq ki, iqtisadi zorakılıqdan da tez-tez danışırlar. Tutaq ki, evdə valideynlər övladlarının xərcləmələrinə, pul xərcləmələrinə nəzarət etmirlərsə və yaxud da ki, edəcəkləri halda bu ailə zorakılığı kimi qəbul olunarsa, bunun özü də təhlükəli bir haldır. Bilirsinizmi? Çünki ailədə uşaqları da düzgün tərbiyə etmək lazımdır. Onların xərclərinə də diqqət yetirmək lazımdır. Hansı istiqamətdə bu xərclər həyata keçirilir? Çünki bu da uşağın sağlamlığının qorunmasıdır. Amma digər tərəfdən belə hallar ailə məişət zorakılığı kateqoriyasına daxil edilir. Görürsünüzmü? Burada çox incə sərhədləri bilmək lazımdır və o sərhədlərə uyğun da davranmaq lazımdır. Və yaxud da ki, digər zorakılıq hallarını da hesab edirəm ki, eyni formada biz səciyyələndirə bilərik. Və diqqətdən hər zaman kənarda qalan məsələlərdən biri də ondan ibarətdir ki, fiziki imkanları məhdud olan şəxslər ümumiyyətlə dünya statistikasının göstərdiyinə görə daha çox ailə məişət zorakılığına məruz qalırlar. Fiziki imkanları yerində olan insanlar bir çox hallarda öz hüquqlarını qoruya bilirlər. Ən azından, ən bəsit halda harasa müraciət edə bilirlər. Bu imkanları var. Amma fiziki imkanları məhdud olan insanlar hətta kiməsə müraciət edib kömək də istəyə bilmirlər. Və bir daha təkrar qeyd etmək istəyirəm ki, dünya statistikasına görə təxminən 60-70%, yəni dünyada fiziki imkanları məhdud olan insanların 60-70%-i bir ömür boyu ailə məişət zorakılığına məruz qalırlar və bu barədə heç kimə məlumat verə bilmirlər. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Ailə məişət zorakılığının qarşısının alınması haqqında qanunda hesab edirəm ki, bunu xüsusi bənd kimi qeyd etmək lazımdır. Və bir məqamı da qeyd etmək istərdim. Azərbaycan Respublikasının nə İnzibati Xətalar Məcəlləsində, nə Cinayət Məcəlləsində ailə məişət zorakılığı əməli adında bir cinayət halı ifadə olunmur. Bu hesab edirəm ki, buna da diqqət yetirmək lazımdır. Sözsüz ki, ailə məişət zorakılığı zəminində fiziki güc tətbiq olunursa, ölüm halları baş verirsə, bu ayrıca Cinayət Məcəlləsinin ayrıca maddələri üzrə cəzalandırılır, yəni cavab tədbirləri görülür. Amma məhz ayrıca bir kateqoriya olaraq ailə məişət zəminində törədilmiş cinayətlər adı altında hər hansı bir bənd yoxdur. Hesab edirəm ki, qanunvericilikdə bu məqama diqqət yetirmək lazımdır. Və çox vaxtınızı almaq istəmirəm. Hesab edirəm ki, bu cür müzakirələrin özü bir daha onu sübut edir ki, Azərbaycan cəmiyyəti ailə məişət zorakılığı məsələsinə həssas yanaşır. Bu həssas yanaşmanın özü onun göstəricisidir ki, bu cəmiyyətdə biz bu hallara qarşı mübarizə aparmaq istəyindəyik və əzmindəyik. Düşünürəm ki, bu cür müzakirələr bu istiqamətdə çox təsirli amil rolunda çıxış edir. Diqqətinizə görə təşəkkür edirəm. Ailə qanunu və uşaq qanunları burada hamı, xahiş edirəm. İşte
Xoş gördük bir də hər birimizi. Mən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından hər birimizi salamlayıram. Arxadakı uşaqlardan da çox xahiş edirəm, diqqətli qulaq asın. Yəni biz sizin üçün gəlmişik. Sizin üçün burada yığılmışıq ki, yəni sizi məlumatlandıraq, maarifləndirək və inanın ki, bu sizə çox lazım olacaq bu məlumatlar. Yəni hər kəs öz sahəsində bəzi məlumatları verdi. Mən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin əməkdaşıyam. Buna görə mən sizə hüquqi cəhətdən məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu haqqında qısa olaraq, amma sizin anladığınız şəkildə məlumat vermək istəyirəm. Ümumiyyətlə, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu 2010-cu ildə qəbul olunmuşdur. Bu qanunla bağlı 20 maddədən ibarətdir və anlaşılan dildə məlumat vermək istəyirəm. Deməli, ümumiyyətlə, zorakılığın çox növü vardır. Biz istər küçədə, yolda, iş yerində, hətta bax burada təhsil aldığımız yerdə zorakılıqla məşğul ola zorakılıqla rast gələ bilərik. Amma heç də bütün zorakılıq növü məişət zorakılığı deyildir. Zorakılığın məhz məişət zorakılığı olması üçün anlayışdan mən sizə burada bildirəcəm. Deməli, məişət zorakılığı nədir? Qohumluq münasibətlərindən əvvəllər və ya hazırda birgə yaşayışda sui-istifadə etməklə qanunun 4-cü maddəsində göstərilən subyektlərdən birinin digərinə qəsdən yetirdiyi fiziki və ya mənəvi zərər başa düşülür. Qanunun 4-cü maddəsində məişət zorakılıq subyektlərindən geniş məlumat verilir. Məişət zorakılıq subyektləri kimlərdir? Deməli, yaxın qohum olan ailə üzvləri, ər, arvad, valideynlər, uşaqlar, nəvələr, babalar, doğma və ögey bacı qardaşlar, övladlığa götürənlər, övladlığa götürülənlər, qəyyumluğa himayəyə götürənlər, qəyyumluğa himayəyə götürülənlər və qanuna edilən yeni dəyişikliyə əsasən ər-arvadın da yaxın qohumları məişət zorakılıq subyektləri hesab olunurlar. Həmçinin nikaha daxil olmadan birgə yaşayan kişi qadın və onlarla birgə yaşadığı halda qohumlar, habelə nikahı pozulduqdan sonra birgə və ya ayrı yaşayan kişi qadın və onlarla birgə yaşadığı halda qohumlar da məişət zorakılığının subyektləri hesab olunur. Yəni görüldüyü kimi subyektlərin dairəsi çox genişdir ki, bu da məişət zorakılığının mübarizə sahəsində bizə çox böyük köməklik göstərir. Məişət zorakılığının 4 növü vardır: psixi, fiziki, iqtisadi və cinsi. Psixi zorakılıq nədir? Psixi zorakılıq qanunun 4-cü maddəsində bayaq qeyd etdiyim subyektlərdən birinin digərinə qəsdən dözülməz psixi şərait yaratması, psixi təzyiq göstərməsi başa düşülür. Yəni bu təhqirlər, daimi tənqid, dözülməz psixi şəraitin yaradılması, hədə-qorxu gəlmə və s. bu kimi növləri ola bilər. Mən bunu da qeyd edim ki, məsələn, tutalım bizə Dövlət Komitəsinə fiziki zorakılıqla bağlı və iqtisadi zorakılıqla bağlı məlumat daxil olduqda biz bunu həmişə qeyd edirik ki, biz məsələn aidiyyat üzrə məktubu göndərəndə qeyd edirik ki, burada həm psixi, həm də tutalım fiziki zorakılıq var. Əgər müraciət sırf fiziki zorakılıqla bağlıdırsa, çünki bütün zorakılıqların əsasında psixi zorakılıq durur. Yəni bunu mütləq qeyd etmək istəyirəm. Zorakılığın digər növü fiziki zorakılıqdır. Əslində bu fiziki zorakılıq hamıya məlumdur. Nədənsə zorakılıq dedikdə ancaq hamı fiziki zorakılıq başa düşülür. Təbii ki, burada fiziki zorakılıq subyektlərdən birinin digərindən qəsdən fiziki təzyiq göstərməsi, fiziki zərər yetirməsi başa düşülür. Bu bir şiddətdən tutmuş, qətl hadisəsinə kimi gedib çıxara bilən hadisələrdir. Burada döymə, işgəncə vermə, təpikləmə və s. yəni bir çox növləri vardır. Zorakılığın digər növü iqtisadi zorakılıqdır. İqtisadi zorakılıq isə yəni iqtisadi xarakterli məhrumiyyətlərin tətbiqi deməkdir. Qanunun 4-cü maddəsində bayaq qeyd etdiyim subyektlərdən birinin digərinə mülkiyyətində, istifadəsində və sərəncamında olan əmlakdan və bu əmlakdan əldə etdiyi gəlirdən istifadəyə qoyulan məhrumiyyətlər və məhdudiyyətlərdir. Bu alimentin ödənilməməsi şəklində özünü göstərə bilər ki, bu da uşağa qarşı olan iqtisadi zorakılıqdır. Bu, az məbləğdə pul verib böyük gözləntilər əldə etmək, ailənin ümumi gəlirinə qeyri-bərabər yanaşma, qadını işə məcbur olaraq işə göndərmək və əksinə işləməyə icazə verməmək və s. bu kimi şəkildə özünü göstərə bilər. Cinsi zorakılıqda adından da göründüyü kimi şəxs qanunun 4-cü maddəsində göstərilən subyektlərdən birinin digərinin iradəsi əleyhinə ona qarşı edilən cinsi xarakterli hərəkətlər başa düşülür. Məişət zorakılığı ilə bağlı mənə elə gəlir aydın oldu. Ümumiyyətlə məişət zorakılığı nədir, növləri nədir və subyektləri kimlərdir?
Bir də mən məlumat vermək istəyərdim ki, məişət zorakılığına bağlı müraciət daxil olduqda, ümumiyyətlə müraciət necə daxil ola bilər? Vətəndaş ya özü birbaşa və ya onun qanuni nümayəndəsi, ha belə kütləvi informasiya vasitələrinə məlumat götürülə bilər, ha belə mediada bu məlumat yayıla bilər və yəni yetər ki, belə deyək də, bu məlumat daxil olsun və məlumat hər hansı birimizdə məlumat varsa bununla bağlı mütləq müraciət olunsun. Müraciətlərə baxılma qaydasına gəldikdə, şəxsin əməlində cinayət tərkibinin əlamətləri olduğu halda, yəni törədilən və hazırlanan cinayətlər haqqında məlumatlar varsa, bu müraciətlər həmçinin hüquq-mühafizə orqanları tərəfindən baxılır. İstənilən halda isə bütün müraciətlər bir qayda olaraq zorakılığa məruz qalan şəxsin yaşadığı və olduğu yer üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən baxılır. Tutalım ki, şəxs hər hansı bir başqa rayondan, deyək ki, Lənkəran rayonundandır, gəlib yaşayır Binəqədi rayonunda, lakin zorakılığa məruz qalıb, belə deyək, Xətai rayonunda, lakin gedib sığınıb bir qohumunun evinə, o isə Nizami rayonundadırsa, onun işinə Nizami rayonunda baxılacaqdır. Yəni, məişət zorakılığına bağlı müraciət, vətəndaşın zorakılığa məruz qaldığı yer, qeydiyyatda olduğu yer, yaşadığı yer üzrə yox, onun hazırda sığındığı, yəni hazırda müvəqqəti olaraq harada yaşayırsa, həmən rayon icra hakimiyyətində baxılır və məişət zorakılığına bağlı müraciət birbaşa olaraq şəxsin yaşadığı və olduğu yer üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən baxılır. Və bununla bağlı bir də məlumat vermək istəyirəm ki, bütün yerli icra hakimiyyəti orqanlarında qanuna 2024-cü ildə çox mühüm dəyişikliklər edilmişdir ki, bu dəyişikliklərdən biri də bütün yerli icra hakimiyyəti orqanlarında məişət zorakılığına bağlı, məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının yaradılması olmuşdur. Bütün icra hakimiyyəti orqanlarında bu monitorinq və əlaqələndirmə qrupları fəaliyyət göstərir. Monitorinq və əlaqələndirmə qrupu mərkəzi səviyyədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərir. Yerli səviyyədə isə bütün yerli icra hakimiyyəti orqanlarında fəaliyyət göstərir. Monitorinq qrupu deməli 9 nəfərdən ibarət tərkiblə təşkil olunmuşdur. Deməli, onların iclasları əslində 3 aydan bir təşkil olunur, lakin növbədən kənar iclaslar keçirilə bilir. Əgər müraciət 7 yaşına çatmayan şəxslə bağlıdırsa, təkrar zorakılığa məruz qalan şəxslə bağlıdırsa, yəni dərhal növbədən kənar iclas keçirilir, komissiya iclası keçirilir və müvafiq tədbirlər görülür. Bu monitorinq əlaqələndirmə qrupunun tərkibində həm Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi, həm Daxili İşlər Nazirliyinin nümayəndəsi, Ədliyyə Nazirliyi İcra Probasiya İdarəsinin nümayəndəsi, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi nümayəndəsindən ibarət tərkibdə, 6 nəfərdən ibarət tərkibdə təşkil olunmuşdur. Mərkəzi səviyyədə bu adını qeyd etdiyim qurumların rəhbərlik səviyyəsində nümayəndələrdən ibarət tərkibdədir. Yerli icra hakimiyyəti orqanlarında isə yerli qurumların nümayəndələrdən ibarət tərkibdə təşkil olunmuşdur. Və istənilən məsələ ilə bağlı burada kompleks tədbir keçirilir. Deyək ki, müraciətdə həm səhiyyə ilə bağlı, şəxsin belə deyək və ya məşğulluğu ilə bağlı müraciət varsa, zorakılığa məruz qalan şəxsin sığınacağa ehtiyacı varsa tutalım. Bu zaman hər bir qurum öz sahəsində, yəni əlaqələndirməni həyata keçirir və zorakılığa məruz qalan şəxsə köməklik olunur. Bir qayda olaraq zorakılığa məruz qalan şəxs üçün həyata keçirilən tədbirlər, hüquqi, sosial və qabaqlayıcı tədbirlər haqqında qısa məlumat vermək istəyirəm. Birincisi hüquqi tədbirlərdir ki, bu onun təhlükəsizliyinin təmin olunması və hüquqlarının müdafiəsi ilə bağlıdır ki, ilk növbədə zorakılığa məruz qalan şəxs icra hakimiyyətinə müraciət etdikdən sonra 24 saat ərzində zorakılığı törədən şəxsə yazılı şəkildə xəbərdarlıq edilir. Zorakılığa məruz qalan şəxsə isə dərhal qısa müddətli mühafizə orderi verilir. Qısa müddətli mühafizə orderi haqqında da məlumat vermək istəyirəm. Qısa müddətli mühafizə orderi nədir? Qısa müddətli mühafizə orderi zorakılığa məruz qalan şəxsin ilkin olaraq təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Belə ki, zorakılığı törədənə təkrar ona qarşı zorakılıq hadisəsini törətməyi qadağan edir, onu narahatlıq gətirən, buna oxşar digər hərəkətlər etməyi qadağan edir və zorakılığa məruz qalan şəxsin yaşadığı və olduğu yer ona məlum olmadıqda onu axtarmağı qadağan edir.
Bu qısa müddətli mühafizə orderidir. Qısa müddətli mühafizə orderi bir qayda olaraq 60 gün müddətinə qədər verilir. Qanuna edilən dəyişikliyə görə bu 60 gün müddətinə qədər uzadılmışdır. Əvvəllər qısa müddətli mühafizə orderi 30 gün müddətinə verilirdisə, 2024-cü ildə qanuna edilən dəyişikliyə əsasən qısa müddətli mühafizə orderi 60 gün müddət və əgər 60 gün müddətində şəxs təkrar zorakılığa məruz qalarsa, bu zaman o uzun müddətli mühafizə orderinin alınması üçün bu zaman məhkəmə orqanlarına müraciət edə bilir. Uzun müddətli mühafizə orderi isə 30 gündən 180 gün müddətinə qədər verilir. Və uzun müddətli mühafizə orderi bayaq qeyd etdiyim qısa müddətli mühafizə orderində qeyd edilən qadağalardan əlavə, həmçinin orada onların birgə əmlakı varsa, birgə yaşadığı əmlakla bağlı, birgə nikahdan olan evladları ilə bağlı, ünsiyyətlə bağlı, uşaqlarla, ünsiyyətlə bağlı olan problemlər, məsələlər, bütün bunlar uzun müddətli mühafizə orderində həmçinin göstərilir. Mühafizə orderindən bağlı məncə mən kifayət qədər məlumat verdim və xəbərdarlıqla bağlı da məlumat vermək istəyirəm. Zorakılığa törədən şəxs, mən bayaqdan əgər fikir versin, ancaq zorakılığa məruz qalan şəxslərlə bağlı görülən tədbirlər haqqında məlumat verdim. Zorakılığı törədən şəxslərdən də mütləq tədbirlər keçirilir. Çünki əgər törədən şəxs reabilitasiya olunmasa, bu zorakılıq hadisəsi təbii ki, təkrar olacaq. Zorakılığı törədən şəxslə həmçinin yerli icra hakimiyyəti orqanlarında profilaksi qeydiyyata götürülür və onlar deməli reabilitasiya kurslarına cəlb edilir. İstər qrup şəklində, istərsə də ayrı-ayrı şəkildə profilaksi qeydiyyata götürülür və reabilitasiyaya cəlb edilirlər. Və hüquqi tədbirlər haqqında danışarkən mən bir də nə məlumat vermək istəyərdim. Məsələn, bəzən zorakılığa məruz qalan şəxs müraciət etdikdə onun ilkin tibbi yardıma, ilkin hüquqi yardıma ehtiyacı ola bilir. Bəzi hallarda isə sığınacağa da ehtiyacı ola bilir. Qanuna 2024-cü ildə edilən ən mühüm dəyişikliklərdən biri də zorakılığa məruz qalan şəxsə dövlət vəsaiti hesabına hüquqi yardımın edilməsidir. Bu şəxsin işləyib işləməməsindən, maddi vəziyyətdən asılı olmayaraq hər bir zorakılığa məruz qalan şəxs əgər müraciətdə bunu qeyd edirsə, bu zaman o dövlət vəsaiti hesabına hüquqi yardımdan təmin olunur. Bununla bağlı da istər ya icra hakimiyyətinə bununla bağlı müraciət edə bilər, ya da elə bizə ailə qadın dövlət komitəsinə müraciət edə bilər ki, ona dövlət vəsaiti hesabına hüquqi yardımdan təmin olunsun. Həmçinin uzun müddətli mühafizə orderinin alınması üçün əgər zorakılığa məruz qalan şəxs uzun müddətli mühafizə orderinin verilməsi üçün məhkəmə orqanlarına müraciət etmək istəyirsə, bu zaman o dövlət rüsumundan da azad olunmuşdur və dövlət rüsumu ödəmədən məhkəmə orqanlarına müraciət edib uzun müddətli mühafizə orderini də ala bilər. Eyni zamanda mən bir də bizim yardım mərkəzləri haqqında məlumat vermək istəyərdim. Bizim deməli bir dövlət və 8 qeyri-dövlət yardım mərkəzimiz mövcuddur. Dövlət yardım mərkəzi Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində, Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi fəaliyyət göstərir 2017-ci ildən və 2021-ci ildən isə bu müəssisədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün şöbə fəaliyyət göstərir. Yəni, zorakılığa məruz qalan şəxs öz müraciətində bildirsə ki, mən həmçinin sığınacaq xidmətinə ehtiyacım var, bu zaman o yenə də ya icra hakimiyyətinə, ya bizə, dövlət komitəsinə və elə Sosial Xidmətlər Agentliyinin özünə də müraciət edib yardım mərkəzində sığınacaqla da təmin oluna bilər. Və bizim 8 qeyri-dövlət yardım mərkəzimiz mövcuddur ki, onların altısında da sığınacaq xidməti fəaliyyət göstərir. Həmçinin qaynar xətlərlə bağlı və müraciətlərlə bağlı da məlumat vermək istəyərdim. Bir də onu xüsusilə qeyd edim ki, hər bir halda istər müraciət olsun, istərsə də zorakılığa məruz qalan şəxs konfidensiallıq mütləq qorunur, yəni məxfilik mütləq qorunur, yəni bundan tam arxayın ola bilərsiniz. Və müraciətlə bağlı ilk növbədə bizə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, yaşadığı və olduğu yer üzrə yerli icra hakimiyyəti orqanına, monitoring qrupuna, family.gov.az saytına müraciət edə bilərlər. Bizim telefon nömrələrimiz var 012-498-0092. Elektron poçt ünvanımız var office.family.gov.az
və bizim qaynar xəttlərimiz var. Uşaq və qadın qaynar deməli dəstək xəttimiz var. 116-111 dəstək xəttinə müraciət edə bilərlər. Əmək və Ailə Sosial Müdafiəsi Nazirliyinin 116-123 qaynar xətti var ora və təbii ki, hamıya məlum olan Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edə bilərsiniz. Kimisə sualları varsa bununla bağlı, yəni slayd yoxdur, mən çox istəyərdim ki, bu məlumatlar ekranda olsun ki, siz də çəkib götürəsiniz, amma deyib yoxdur. Bəlkə kimisə sualı var, zorakılıq hadisəsi görübdür və ya ailəsində olmasa belə, qonşusunda, ətrafında varsa da məlumat verin və ya çıxandan sonra yaxınlaşın, yəni yetər ki, susmayaq və məlumat verək ki, zorakılıq hadisəsi daha ağır hala keçməsin. Buyurun, buyurun. Eyni zamanda gənc elmşünas və psixoanalitik. Biraz əvvəl öyrəndiyim məlumatlara əsasən Azərbaycan İnzibati Faktikalar Məcəlləsində və Azərbaycan Cinayət Məcəlləsində hansı bir şəkildə tüm və ya qanun yoxdur ailə. Yox, mən sizə məlumat verəcəm, düzgün məlumat verəcəm. Verin sual. Lakin səhv xatırlamıramsa, İngiltərənin məcəllələrindən birində Social and Family Viewing deyə bir qanun var idi, bir başlığı var idi. Sizcə bu ikisi, yəni Azərbaycan Konstitusiyasında və yaxud da Azərbaycan Cinayət Məcəlləsində, eyni zamanda Azərbaycan İnzibati Faktikalar Məcəlləsində bu punkt və qanunun olmaması ilə Avropada olması arasındakı fərqlər Azərbaycan üçün üstünlüyü kimi qeyd edilə bilərmi? İlk öncə mən bayaqda eşitdim və orducuğa bildirdim fikrini. Bu düzgün məlumat deyildi, mən sizə o məlumatı verim. Birincisi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində var. 158-ci maddə və məişət zorakılığına həsr olunmuşdur. 158.1, 158.2 psixi və iqtisadi zorakılığına bağlı. Mən bayaq zorakılığın 4 növünü qeyd etdim. Psixi və iqtisadi zorakılığına bağlı cərimə müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsində var. Fiziki zorakılığına bağlı düzdür. Ayrıca bizim maddəmiz sırf məişət zorakılığına məruz qalan fiziki zorakılığına bağlı maddəmiz olmasa da, amma fiziki zorakılığına bağlı, bəli, əgər fiziki zorakılıq varsa, bu İnzibati Xətalar Məcəlləsində döymə maddəmiz var və əgər xəsarətin dərəcəsi müəyyən olunmadığı halda bu cərimədir. Xəsarətin dərəcəsi müəyyən olunarsa, artıq bu cinayət məsuliyyətinə səbəb olur və cinsi zorakılığına bağlı da təbii ki, cinayət məsuliyyəti vardır. Çox sağ olun, siz sağ olun. Yəni, məlumat almaq istəyirsə, buyurun, yəni mən məmnuniyyətlə cavab verirəm. Məsələn, olub, yaxşı mən sizə bir sual verim, olubmu bir yoldaşınız, bir tələbə yoldaşınız və ya bir yaxınınızda zorakılıq hadisəsi hiss etmişsiniz, amma deyib ki, yox, olmaz, mən bu məlumatı versəm və ya deyib ki, mən bu məlumatı versəm, nə xeyir var onsuz da mənə necə kömək edəcəklər? Yəni, belə bir halla rastlaşmışsınız mı heç? Mən eyni zamanda psixoanalitikəm, yəni psixoanalitik bayaq göstərəcəm. Mənim pasientlərimdən bəziləri həqiqətən də cinsi və yaxud digər konuda zorakılığa tez-tez məruz qalırlar. Lakin biz onlara psixologiya etikasına görə hər hansı şəkildə məlumatı ötürə bilməliyik və yaxud məsləhət verə bilmək üçün şikayət edin. Biz sadəcə olaraq onları məlumatlandıra bilərik. Məsələn, bu yaxınlarda situasiyanı danışılmır. Bəli. Bu yaxınlarda bir pasiyentim, adını verməyəcəm və qətiyyən şəxsi anlamda verməyəcəm, əmisi tərəfindən uşaq yaşlarından təcavüzə məruz qaldığını söyledi. Lakin o qədər az cinsi məlumatlandırması var idi ki, o yalnız 15 yaşında... Hesab edir ki, belə olmalı. Yalnız 15 yaşında öyrənə bilmişdi ki, bu əmisi ilə uşaq yaşlarından oyun olaraq tanımladığı şey əslində təcavüz edir. Və o da bunu dərin depressiyaya salmışdı və bu depressiyadan qurtulmaq uğrunda aylarla psixolog qəbullarında və s. olmaq məcburiyyətində qalmışdı. Məsələn, bu əslində cəmiyyətimizin nə qədər inkişaf etməli olduğunu və əslində cəmiyyətdə nə qədər məişət zorakılığına məruz qalan, lakin bunun haqqında hər hansı bir informasiya verməyə gücü yetməyən qazımların olduğunu göstəricisidir ki, bu məni dərindən yaralayan və dərindən təsirləndirən məqamlar siyasının ilk punktlarından biri olaraq adlandırıla bilərdi. Mən sizə belə məlumat verim. Məsələn, bizdə bəzən qadın olur da, belə deyək, icra hakimiyyətinə getmək istəmir və ya ümumiyyətlə evdən çıxmaq istəmir. Amma belə deyək də, qaynar xətt ki var ki, bunun üçün də
belə deyək də, heç kontraflana da ehtiyac yoxdur. Qaynar xəttə müraciət edə bilər. Onlayn şəkildə müraciət edə bilər. Sonra bizim bələdiyyələrdə yerli komissiyalarımız var, orada müraciət edə bilər. Belə deyək də, uşaq təhsil müəssisəsinə gəlir, psixoloquna, məktəb müəllimlərinə müraciət edə bilər. Məsələn, tərəfimizdən məktəblərdə təlimlər keçirilir psixoloqlara da. Məktəblərdə məktəblin dostu var, sosial işçilər var ki, onlara yaxınlaşıb məlumat verə bilərlər. Yəni, çalışılır ki, yəni maarifləndirmə də geniş olsun və əlçatanlıq olsun. Amma o cinsi zorakılıqla bağlı bildirdiniz, mən ümumiyyətlə bayaq da qeyd elədim. İstər cinsi olsun, istər fiziki olsun, istər psixi olsun. Siz deyə bilərsiniz ki, sən müraciət et, yaxşı olar. Amma o etməsə belə, siz kənardan bir şəxs kimi siz də müraciət edə bilərsiniz. Müraciət edə bilərsiniz ki, belə bir hal var ki, bizdə olur. Məsələn, qonşu müraciət edir ki, filan evdə belə bir hallar var, filan evdə belə bir məsələ narahatçılığı var. Müraciət edə bilərsiniz. Və anonimliklə saxlanılır. Açığı, bununla bağlı düşünmüşdüm, lakin bir məsələ var idi ki, həqiqətən psixoloji etikasından hər hansı bir şəkildə məsləhət göstərmək və yaxud da hər hansı bir şəkildə pasiyyətdən kənar bir addım atmaq ziddi olduğu üçün mən bu addımı düzəltməmişim. Bu səbəbdən. Amma əgər məsələn dostum və yaxud da məişətdə tanış olmuş olduğum bir insan olsaydı, mən bu addımı bu və ya digər formada zaten alacağım. Mən adlandırdığım üçün bir də. Məsələ burasında ki, bu məişət soraqlarına bağlı müraciətlər olan istər polis məlumatlarına, istər digər pozanlara fərqlidir. Sizə elə gəlir ki, bu məlumatların sayı çoxaldıqca, onun dərinliyinə getdikcə, ailə dağılmalarının səbəbi çoxalır və hədsiz dərəcədə boşanmanın sayı çoxalır. Bunun qarşısını almaq, bunu başqa türlüylə həll etmək olmazmı? Nəyə ki, biz həqiqətən polisə, icra orqanlarına, digər yollara müraciət edək və bunlar da, belə deyək, o saat qanun çərçivəsində qanundur. Belə olduğu halda qız atası evinə gedir, oğlan burada qalır, uşaqlar orada qalır, boşanmanın sayı artır və gündən-günə, ildən ilə, bax, məsələn, 2025-lə, 2026-cı il statistikasına baxsaq, bu məişət zorakılıqların səbəbindən narkotik ola bilər, sərxoşluq səviyyəsi ola bilər, döyülmə faktörü fərqi yoxdur. Amma bu boşanmanın sayına biz necə edə bilərik ki, bu məişət zorakılıqlarının bu kökünü biz boşanmanın sayına çatdırmıyoruz. Evlənənlərin sayı azalır. Niyə? Evlənmək istəyən gənc, 20-25 yaşındakı gənc evlənmək istəmir. Qarşısındakı xanıma görə, ailəsinə görə, vəziyyətinə görə fikirləşir ki, mən ali təhsiliyəm və bu ali təhsillidir. Elə bil ki, ətrafda o qədər problemlər var ki, o qədər belə çatışmayan şeylər var ki, əslində qalanda məişət zorakılığı təkcə şiddətlə bağlı deyil. Mühitdə baş verən hadisələr də var. Burada mühitlə bağlı bəslənən səbəblər nə ola bilər? İnsanların düşüncələrini, birinci düşüncə ilə bağlı problem, fikir ayrılıqlarına bağlı problemlərdir. Bunların səbəbi mənə elə gəlir, biz bunları həll edə bilsək, bu cür problemlər. Amma siz nəzərə alın ki, fikir ayrılığı biz ailədən danışırıq. Biz kənarda iki şəxsdən danışmırıq, ailədən. Fikir ayrılığı olan insanlar niyə evlənir ki? Əgər bunlar ailədirsə, təbii ki, onların fikir ayrılığı yoxdur ki, onlara evlənir. Bu günlərdə ortaya faktik olaraq bir məsələ çıxır ki, hüquq çərçivəsinə boşanmanın sayı artır. Ancaq səbəb ortada çıxır ki, axırda məlum olur ki, hə, bunun dediyi, onun dediyinə uyğunlaşmır və başqa səbəblər ən əsas səbəb çıxır. Birinci çıxır, sonra başqa səbəblər ortaya çıxır. Mən deyirəm, olmazmı ki, biz başqa bir yollarla, başqa bir sistemə əl ataq ki, bu boşanmanın qarşısına alaq? Mən başa düşdüm sizin sualınızı. Mən birinci onu da qeyd edim. Sadəcə çalışdım ki, uşaq belə deyək də kontingentə uyğun olaraq anlaşılan dildə çalışdım. Daha belə deyək də daha asan və rahat dildə danışım. Sırf dərindən məsələyə yaxınlaşsaq ki, məsələn tutalım, təlimlərdə belə deyək də daha dərindən yanaşanda mən sizə belə deyək də ümumiyyətlə, bizim hazırda bu maarifləndirməmiz məişət zorakılığına bağlı maarifləndirmədir ki, zorakılıq hadisəsi gördünüzsə, necə və hara müraciət etməlisiniz.
Amma əgər siz məişət zorakılığının səbəblərindən danışırsınızsa və necə eləyək ki, bunun tam qarşısı alınsın ki, tam qarşısını almaq deməzdik, amma sayı azalsın. Təbii ki, zorakılıq hadisəsi olmayacaqsa, boşanma hadisəsində boşanmaların da sayı azalacaq və belə deyək də, bununla bağlı bax, hazırda maarifləndirmə gedir, təbliğat gedir və biz artıq, məsələn, rayonlara təlimlərə gedəndə, rayon icra hakimiyyətlərinə təlimlərə gedəndə, artıq biz zorakılıq hadisəsindən qabaq risk qrupuna aid olan ailələrlə işləməyə çalışırıq. Bax, hazırki təbliğatımız, hazırki regionlara komitə tərəfdən maarifləndirmə işi aparılır və biz regionlarda təlimlərdə oluruq. Və regionlarda təlimdə, yəni yenə deyirəm, hazırki təlim sırf məişət zorakılığına bağlıdır. Amma sizə bu siyasət deyim ki, yəni hazırki təlimlər bunlardır. Biz artıq zorakılıq hadisəsi baş edib və zorakılığa məruz qalanın müdafiəsi, hara müraciət edə bilər, yəni bu tərəflərdən artıq yanaşmırıq. Biz zorakılıq hadisəsindən qabaq risk qrupuna aid olan ailələr, harada ki, hələ zorakılıq hadisəsi baş verməyib, amma məlumatlıyıq ki, bax, orada bu hadisə ola bilər, belə deyək də, və bu işə təhsil müəssisələrini qoşmuşuq, bu işə bələdiyyələri qoşmuşuq. Çünki hər bir bələdiyyə öz ərazisindəki ailəsini daha yaxşı tanıyır. Daha az əhali var və ailələrlə işlədiyinə görə bələdiyyələri bu işə qoşmuşuq. Və risk qrupuna aid olan ailələr hansılardır? Deyək, belə deyək də, biz tanıyırıq, qonşudur, boşanmayıb, amma ailədə narahatçılıq var, boşanma hadisəsi hələ olmayıbdır. Və ya qadın zorakılığa məruz qalır, amma bunu bildirmir və bunu, belə deyək də, ailədən kənara çıxartmaq istəmir. Narkotik vasitə istifadə edən ailədir, alkohol vasitə istifadə edən ailədir və ya əksinə boşanıb və sonradan onu təqib edir, yəni ona narahatçılıq gətirir. Biz bəli, hazırda risk qrupuna aid olan ailələrlə işləyirik ki, zorakılıq hadisəsi baş verməsin. Yəni, zorakılığa qədərki işlər hazırda bəli görülür, o maarifləndirmə işi aparılır. Amma bizim indiki dediyimiz nədir? Yəni, zorakılıq hadisəsi varsa, konkret olaraq bu növünü qeyd etdim varsa, onun qarşısını almaq. Çünki tutalım, bugün döyülməlisə, bu artıq qətl hadisəsinə gelib çıxarda bilər. Və onların zamanında ayrılması, yəni belə deyək də, qarşısını almaq, ayırmaq, söhbət ondan gedir. Çünki biz risk qrupuna, məsələn, niyə məktəblərdə təlim keçirik? Çünki tək zorakılıq törədən və məruz qalan deyil, o mühitdə olan uşaqlar. Risk qrupunda olan uşaqlar, daha sonra o uşaqlar böyürlər, onlar da ailə qururlar və onların ailə olan münasibətlə işləməlidir. Yəni, ona görə biz sırf məişət zorakılığına bağlı danışırıq və qanunu bir-bir qeyd edirik. Amma siyasət, bəli, sizin dediyiniz siyasət, bəli, hazırda budur. Bütün təlimlərdə bundan söhbət gedir. Risk qrupuna aid olan ailələr aşkar olunsun, qarşısı alınsın və zorakılığa qədər bunun qarşısı alınsın və çalışılsın ki, məsələn, əgər orada maddiyyat problem həmən ailədə, işsizlikdirsə problem, bu zaman monitoring qrupun üzvü var axı, Sosial Xidmətlər Agentliyi, şəxsin məşğulluğuna bağlı ona köməkli olunsun. Narkotik vasitə qəbul edir, alkohol vasitə qəbul edir, onun səhiyyə cəhətdən ona köməkli olunsun, belə deyək də, müalicəyə cəlb olunsun. Bu qaydada. Məktəblərdən başlamaq daha yaxşı olar. Riskli ailələri aşağı etməklə, kökündən bunun qarşısını almaq üçün biz hazırda məktəblərdə təlimlərdə Xətai rayonunda olubdur, Nəsimi, Nərimanov, Səbadal təlimlər keçirilir. Sırf hazırda tək bizim tərəfimizdən yox, Təhsil Nazirliyi özü də məktəbin dostu layihəsi var bunlarda, sonra sosial işçilər var, hansılar ki artıq çünki ailədə olan narahatçılığı ilk öncə uşaqdan biz görə bilirik və orada kökündən qarşısını ala bilirik. Məktəblərdə keçirilir, bəli, region üzrə də keçirilir. Çox sağ olun. Layihənin eksperti Gövhər xanım buyurur. Salam, dəyərli tələbələrimiz, Texniki Kolleci müəllim və tələbə heyəti, o cümlədən bizim dəyərli qonaqlarımız, hər birinizi salamlayıram və xatırladıram ki, bu kollektivdə bizim artıq
ikinci tədbirimizdir. Keçən ildə siz öz qapılarınızı bizim üçümüzə açmışdınız. Burada işsizliklə bağlı maarifləndirmə tədbiri olmuşdu. Bugün isə daha geniş bir mövzudur. Ailə məişət zorakılığına yox demək. Buna səbəb olan məsələləri aradan qaldırmaq üçün maarifləndirici bir tədbirdir. Dayaq İctimai Birliyi olaraq biz çalışırıq ki, əsas məsələ, yəni gənclər arasında, tələbələr arasında, şagirdlər arasında maarifləndirici məsələlər, deməli, sizi narahat edən məsələlərə aydınlıq gətirmək, sizləri maarifləndirmək, sizlərə bəzi məsləhətlər vermək və bu gün burada əyləşən bizim dəyərli qonaqlarımız, ailə qadın məişət problemləri üzrə ekspertimiz, bizim hüquq nümayəndələrimiz bugün bu məsələ üçün buradadılar və çox istərdim ki, əziz tələbələr, sizi narahat edən problemlər haqqında, ətrafınızda baş verən xoşa gəlməz hadisələr haqqında müraciət edəsiniz və biz də sizə müəyyən dəstək olaq. Əsas məsələ, burada müzakirə olunan məsələ təbii ki, ailə məişət məsələsidir və gənclərin əsas olaraq məruz qaldığı problemlərdir və məişət zorakılığı əsasən ailədən başlayır. Məişət zorakılığı nədir, əziz tələbələr? Doğmalar, yaxınlar arasında baş verən anlaşılmazlıqlardır. Onlar arasında baş verən problemlərdir və çox təəssüf olsun ki, bunun qurbanları isə azyaşlılardır. Hələ tam olaraq, vətəndaş olaraq öz hüququnu bilməyən gənclərimizdir. Və bugün bayaqları bizim gəncimiz də sual verdi, yəni ətrafda baş verən hadisələrə laqeyd qalmayın. İlk öncə uşaq əsasən tərbiyəni ailədən götürür və elə ailələr var ki, orada olan uşaqlar risk altındadır, risk qrupu altındadır. Yəni uşaq valideyni özü seçə bilmir. Bu Allah Taala'nın ona verdiyi bir, belə deyək ki, nemətdir. Və çox təəssüflər olsun ki, çox yazıqlar olsun ki, bəzi ailələrdə pis vərdişlər var. Əsasən bunlar nədir? Məsələn, valideynin ola bilər biri pis vərdişlər sahibidir, yəni ya narkotik asılılığı var, ya alkoqol istifadəçisidir və ya üzr istəyirəm, tüfəyli həyat tərzi keçirir, işləmir, ailəsinin problemlərini həll edə bilmir və təbii ki, bu da həmin ailədə tərbiyə alan uşağın sosial durumuna, psixoloji durumuna çox böyük təsir göstərir. Biz Azərbaycan dövləti olaraq, Azərbaycan Respublikası demokratik bir dövlətdir və onun varı dövləti insan resurslarıdır, yəni onun vətəndaşıdır. Və yaxşı vətəndaş yetişdirmək üçün təbii ki, ilk öncə diqqət ayrılan sahə təhsildir, təhsil müəssisələridir. Və çox təqdirə layiq hadisədir ki, orta təhsil bizdə pulsuzdur. Yəni, hər bir ailənin evladı təhsil almaq hüququna malikdir. Və siz gənclər olaraq siz də öz hüquqlarınızı daha yaxından bilməlisiniz. Və sərbəst olaraq sizə verilən, belə deyək ki, imkanlardan istifadə eləməlisiniz. Bugün məktəb təhsil məsələlərində, o cümlədən ali məktəblərdə psixoloji yardım olaraq, yəni psixologlarımız çalışırlar, bayaqlar xanım da qeyd elədi, sosial işçilər var, məktəblərdə məktəblilərin dostları var. Bəzən ən çox izlədilən məsələ, yəni yeniyetmələr arasında cinsi istismara məruz qalmaqdır. Bu da ki, çox təəssüf olsun ki, bəzən doğmaları tərəfindən olur. Ona görə də ailə də, belə deyək ki, bunu ictimailəşdirmir, bunu gizli saxlayır. Bu da solda gəlib fəsadlara gətirib çıxarır. İlk öncə qeyd etmək istəyirəm ki, gənclər arasında çox təəssüf olsun ki, ilbəil intihar hadisələri daha çoxalır. Və bu da nədən irəli gəlir? Yəni, özünü bölüşdürə bilməmək, dərdini paylaşa bilməmək, müraciət eləməmək təbii ki, bu hallara gətirib çıxardır. Ona görə də çox xahiş edirəm, yenə də gənc olaraq da həmişə sizə olan, yəni o dəyərlərdən istifadə edəsiniz, müəssisədə olan psixologlarla, sonra müəllimlərinizlə, yəni məsləhətlər ala bilərsiniz, sərbəst şəkildə müraciət edə bilərsiniz, bəli, qaynar xətlər var, lap anonimlik gözlənilir orada, onlara belə deyək ki, müraciət edə bilərsiniz. Və vaxtınızı çox almaq istəmirəm, ən çox sözü təbii ki, bizim burada olan ekspertlərimiz, yəni dəvət elədiyimiz bu işlərlə sırf olaraq məşğul olan həm istər
və digər sosial qurumlar olsun, onlar daha yaxşı məlumatlar verirlər və çox xahiş edirəm uşaqlar. Bu tədbir əslində diskussiya xarakterli bir tədbirdir. Yəni bizlər buradayıqsa, sizlərin vaxtınızı, yəni o dəyərli vaxtınızı ona görə almışıq ki, sizin problemlərinizi bilək və vaxtında sizə yardım edək. Ona görə də xahiş edirəm, sizi narahat edən məsələlər haqqında fikirlərinizi bildirin, suallarınızı verin ki, biz də sizi cavablandıra bilək. Çox sağ olun, təşəkkür edirəm və kimin sualı varsa yenə də biz buradayıq, müraciət edə bilərsiniz. Çok karşılık şahına destek İsmail Bey'inle şunlara hanımlar. Salam uşaqlar. Demək bu səs gəlir. İndi gəl. Salam uşaqlar. Deməli, bugün biz burada məişət zorakılığı haqqında danışırıq. Azərbaycan xalqı kimi həmişə mən fəxr eləmişəm ki, bir Azərbaycanlıyam. Çünki Azərbaycan mentalitetində ailəyə hörmət ən öndə gələn faktlardan biridir. İndi bəzi ailələr, çox üzr istəyirəm, indi siz də hər biriniz gələcəyin bir atası, anasısınız və bir zorakılıq halını gördükdə biz onu alqışlamamalıyıq. Əksinə, ailə daxilində o problemi belə cəmiyyət bilmədən həll eləmək mümkündür. Hər bir insanın bir-birinə hörmət etmə haqqı var, hörmət etməlidir. Yəni, biz insanıq. İnsan heyvandan fərqləndirən cəhət odur ki, bizim şuurumuz var. Əgər bir insan heyvani hissləri daha üstündürsə, buna ətrafımızda görə biliriksə, o adamla fərqli danışmalı və onun müalicə olunması üçün şərait yaradılmalıdır. Yəni, bir insanın əgər tərbiyəsi yoxdursa, o deməli öz ailəsindən o tərbiyəni almayır. Biz cəmiyyət olaraq, məktəb olaraq həmin gəncləri müəllimlər vasitəsilə o gənclər xüsusi kollektivdən ayrılmalı və tərbiyə olunmalıdır ki, ay uşaq, ay gənc, belə olmaz. Sən yəqin ki, ailən tərəfindən tərbiyə ala bilməmisənsə, biz sənə o tərbiyəni verə bilərik, verməliyik. İndi bəzən dövlət işçiləri elə aylıq maaşını alım gedimlə öz vəzifələrini bitirmiş sayırlar. Ancaq hər bir şəxs, bir müəllimə də, bir tərbiyəçi də, bir məktəb direktoru da cəmiyyətə gözü açıq yanaşarsa, bu cəmiyyətdə xəstə ünsürlər qalmaz. Cəmiyyətimiz inkişaf etmiş olar. Mən indi burada uzun danışmaq istəmirəm, mən özüm bir müəlliməyəm və həmişə uşaqlara fərqli, individual yanaşmışam ki, o uşaq niyə bir keyfdir və onu kənara çəkib, onun dərdini soruşmuşam hər zaman ki, nədir problemin, bugün sən mənim xoşuma gəlmirsən. Yəni, bunu hər bir müəllim eləyərsə, onda cəmiyyətimiz inkişaf etmiş olar. Uşaqlar, əgər bir insan sizə qarşı zorakılıq etmək niyyətindədirsə, sizə hegemonluq etmək istəyirsə, bilin ki, o ən zəif adamdır, ən qorxaq insandır. Sizin bir balaca dik baxışınız belə o adamı yerində otuzdura bilər. Yəni, bir hadisəni heç vaxt davaya çevirməyəyim. Yəni, indi bıçaqlanma halları olur, kütləvi davalar olur ki, bu davanı öz səbirsizliyimizdən inkişaf etməsinə şərait yaradırıq. Ancaq ağıllı olub, səbirlə, bir baxışımız ilə bir davanı biz sakitləşdirə bilərik. Mən sonunda bizim prezidentimiz İlham Əliyevin nümunə çəkmək istəyirəm. O prezidentimizdir, rəhbərimizdir, sözsüz. Ancaq o insan hər zaman öz xanımını, öz uşaqlarını göz qabağında cəmiyyətə təqdim edir. Öndədirlər, bizə göstərir. Yəni bir ailə nümunəsidir. Hər bir qüsuru ilə bizə onları təqdim edir. Yəni ki, insan öz övladına, öz həyat yoldaşına daima hörmət etməlidir göstərir prezidentimiz. Yəni bizdə Azərbaycanda ailə mədəniyyətinin olduğunu göstərir prezidentimiz. O göstərməyə də bilər, biz tanımaya da bilərik. Ancaq ki, bizi tərbiyə etmək üçün göstərir. Yəni ailə o deməkdir ki, o sənin şəxsindir. Sən ona hörmət eləməlisən. Sən əgər öz ailənə hörmət eləmirsən,
etmirsənsə, heç kim sənə və sənin ailənə hörmət etməyəcək. Ona görə çalışın, ağıllı olun və tərbiyəli olun. Hər bir insana hörmət etməyi bacarın. Sağ olun. Hörmətli tədbir iştirakçıları, dəyərli müəllim və tələbə kollektivi, eləcə də qonaqlarımız, hər birinizi salamlayıram. Bugün çox önəmli bir mövzu ətrafında müzakirələr aparmaq üçün yığışmışıq. Təbii ki, iştirak edən hər bir ekspert öz işinin istiqaməti həddində və yaxud da rastlaşdığı, praktikası olduğu mövzularla bağlı bugün çıxışlar edir. Məişət zorakılığı və onun növləri ilə bağlı artıq mən hesab edirəm ki, kifayət qədər məlumat verildi. Ona görə bununla bağlı çox da vaxtınızı almaq istəmərəm. Aydın deyilsə, təbii ki, suallar verə bilərsiniz, bir daha dəqiqləşdirə bilərik. Lakin mən bir vəkil olaraq sizin hüquqlarınızın necə qorunmaq üsulu, necə qoruna bilər, bu barədə daha çox danışmaq istəyərəm ki, sizə də bir aydın olsun. Biz hüquq müdafiəçiləri olaraq bir işə fəaliyyətə başlamaq üçün bizə müraciət olunmalıdır. Əlbəttə ki, hər bir zorakılığın qarşısının alınması da ilk növbədə sizdən asılıdır. Bununla bağlı siz tərəflər də, yəni iştirak edən ekspertlər də məlumat verdilər ki, müraciət, şikayət, ərizə yazılmalıdır, şifahi və yaxud da yazılı formada fərqi yoxdur. Bununla bağlı siz əgər zərər çəkən şəxsləri tanıyırsınızsa və yaxud da həmin şəxslərin özüsünüzsə belə, siz bir şikayət ərizəsi yazmalısınız. Orada bütün hadisəni olduğu kimi təsvir etməlisiniz, detallarına qədər. Bundan çəkinmək lazım deyil. Və ilk növbədə də onu qeyd edeyim ki, bu zorakılıq, bu normal bir şey deyil. Bəlkə kimsə hesab edə bilər ki, hansısa bir təzyiq altında qalmaq bu adidir, hər kəs də elədir, amma elə deyil. Əgər siz hansısa bir psixoloji bir baskı hiss edirsinizsə, əgər fiziki bir baskı hiss edirsinizsə, və yaxud da bəyan xanımlar da qeyd elədi, növlər baxımından cinsi bir zorakılıq əlaməti varsa və yaxud da iqtisadi bir asıllıq varsa, siz bununla bağlı artıq bir müraciət etməlisiniz və yaxud da ən azından bu dərdinizi danışmalısınız ki, biz də sizi gəlib tapaq və yaxud da siz bizi tapasınız ki, biz sizə kömək edə bilək. Ona görə də ilk növbədə dediyim kimi, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunda da qeyd olunduğu kimi şikayət yazılmalıdır. Və bu şikayəti siz hara yönləndirə bilərsiniz? Sizə ən yaxın olan haradır? Tutaq ki, əgər məktəbdə oxuyursunuzsa, siz məktəb müəlliminə müraciət edə bilərsiniz ki, mənə kömək elə. Əgər siz hansısa bir tibb müəssisəsində bu zorakılığın qurbanı olaraq müalicə alırsınızsa, təbii ki, oranın kollektivinə və yaxud da rəhbərliyinə müraciət edə bilərsiniz. Eyni zamanda, tutaq ki, ən yaxın hüquq bürosuna, vəkillər kollegiyasının özünə həm zəng vura bilərsiniz, həm müraciət edə bilərsiniz. Müraciəti şəxsən və yaxud da yazılı və şifahi şəkildə ola bilər. İcra hakimiyyətinə müraciət edə bilərsiniz. Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də digər dövlət idarələrinə, komitələrinə müraciətlər edə bilərsiniz. Göründüyü kimi, dövlət tərəfindən kifayət qədər çox imkanlar yaradılıbdır. Sadəcə olaraq buna bir növ güc toplayıb, cəsarət toplayıb buna başlamaq lazımdır ki, bu zorakılığı ilk növbədə özünüzə qarşı davam olunmasın. Yəni, davamiyyət burada dayandırılsın. Və dediyim kimi, şikayət ərizəsini müraciət etdiyiniz idarə ilk növbədə şikayət ərizəsinin mahiyyətinə baxır. Əgər şikayət ərizəsində hazırlanan və yaxud da artıq bir törədilmiş bir cinayətin əlaməti varsa, burada artıq cinayət işinin başlanması üçün cinayət təqibi orqanlarına müraciət olunur. Yəni, polis, prokurorluq orqanına müraciətlər birbaşa olaraq ora yönəldilir. Yəni, deməyim o ki, siz qorxmayın ki, sizin müraciət etdiyiniz hansısa dövlət orqanı aidiyyatı üzrə baxmayacaq. Elə deyil. Dövlət orqanları bu sahədə əməkdaşlıq edirlər. Bu sahədə bir-birlərindən yardım göstərirlər və əgər ərizə onun səlahiyyəti çərçivəsində baxılmalı deyilsə, o ərizəni başqa bir dövlət idarəsinə, orqana yönləndirə bilir. Və dediyim kimi, orada əgər cinayət motivi varsa, cinayət
deməli, təqibi ilə məşğul olan dövlət orqanlarına müraciət olunur və həmin orqanlar birbaşa olaraq əgər həqiqətən də cinayət təqibinin əlamətlərinin hər dördünü görürlərsə, yəni bu cinayətin subyekti aşkardır, cinayətin obyekti, obyektiv cəhəti, subyektiv cəhəti. Buna bağlı qanunvericilikdə kifayət qədər məlumat var, baxa bilərsiniz kimin marağı varsa. Varsa bu zaman cinayət işi açılır və artıq bildiyimiz zərər çəkən şəxs tanınır, təqsirləndirilən şəxs işə cəlb olunur, şahidlər dindirilir, bildiyimiz cinayət işinin təqibi həyata keçirilir. Lakin əgər cinayət işi, yəni şikayətin içərisində hansı bir cinayətlə bağlı bir məlumat yoxdursa, tutaq ki, hədə var, qorxu var və yaxud da yəni cüzi və yaxud da deyim ki, şəxs sadəcə ehtiyat verir, şübhələnir, yəni bu cürə bir əsaslar varsa, o zaman bu şikayətlər müvafiq icra hakimiyyəti orqanına yönləndirilir. Müvafiq icra hakimiyyəti orqanı şikayətə 5 gün ərzində baxır. Lakin əgər təcilidirsə və qısa müddətli orderin verilməsi ilə bağlıdırsa, çünki real hədədirsə, bu zaman daha qısa müddətdə 24 saat ərzində baxa bilir. Və qeyd edeyim ki, şikayət icra hakimiyyətinə yönəldilən zaman icra hakimiyyətində həmin şəxs və yaxud da onun ailə üzvləri və yaxud da başqa şəxslərlə müraciəti yönləndirə bilərlər və bu dinləmədə həm vəkil, həm psixoloq iştirak edə bilər. Əgər 16 yaşına çatmayan şəxs isə, yetkinlik yaşına çatmayan da tutaq ki, uşaqdırsa, bu zaman onun yanında mütləq şəkildə pedaqoq və yaxud da psixoloq iştirak edir. Və bu formada icra hakimiyyəti orqanı tərəfindən həmin şikayətlə bağlı məsələ araşdırılır. Hətta bu işdə təqsirləndirilən deyək, yaxud da deyim, bu məişət zorakılığını törədən şəxs cəlb olunur və hətta onun da belə izahatı alınır. Və icra hakimiyyəti orqanının ilk növbədə ən böyük vəzifəsi də odur ki, bu problemi bir növ kökündən həll etməyə çalışsın, çünki insanlara çox yaxındır. Və tərəflərin barışdırılmasına cəhd göstərir, müəyyən bir şərtlər razılaşdırılır və bu formada da məişət zorakılığı başa çatır. Lakin əgər məişət zorakılığı bundan bitmirsə, real hədə davam edirsə, o zaman icra hakimiyyəti 5 qərardan birini verə bilər. Bu qərarlar hansıdır? Məişət zorakılığını törədən şəxsə xəbərdarlıq və xəbərdarlıq yazılı qaydada həyata keçirilir. Zərər çəkmiş şəxsin özünə isə qısa müddətli mühafizə orderi verir. Yəni bu icra hakimiyyətinin birbaşa səlahiyyətindədir. Daha sonra icra hakimiyyəti orqanı tərəfindən, əgər burada valideyn tərəfindən uşağa birbaşa olaraq zorakılıq törədilirsə, uşağın həyatı, sağlamlığı təhlükə altındadırsa, bu zaman valideynlik hüququndan məhrum edilməsi və ya da valideynlik hüququnun məhdudlaşdırılması ilə bağlı birbaşa olaraq məhkəməyə müraciət edə bilər. Yəni bu işlər kifayət qədər məhkəmələrdə baxılır, biz də iştirak edirik, bəzən tərəf özü iştirak edir, bəzən vəkillərdən kömək alır. Yəni kifayət qədər çoxdur, sadəcə müraciət etməkdən çəkinmək lazım deyil. Hər şey uşaqların mənafiyi baxımındandır. Başqa bir qərar icra hakimiyyəti verə bilər. Eləcə də cinayət motivi varsa, tutaq ki, şəxs icra hakimiyyətinə müraciət edir, amma icra hakimiyyəti içərisində cinayət tərqibi görür. Bununla bağlı cinayət işlərinin açmaq səlahiyyətində olan dövlət orqanlarına müraciəti yönləndirə bilir. Daha sonra uzun müddətli mühafizə orderinin alınması ilə bağlı məhkəməyə müraciət edə bilər və eləcə də şəxsin təhlükəsinin təmin edilməsi üçün şəxsin sığınacaqlara yerləşdirilməsi bununla bağlı da müəyyən səlahiyyətlərə malikdir və bunu həyata keçirə bilir. Qeyd edeyim ki, mühafizə orderləri xanım da bayaq qeyd elədi, qısa müddətli və uzun müddətli olmaqdan iki cür olur. Yəni sizin bu mühafizə orderləri bir növ təhlükəsizliyinizi təmin edir. Bunun müddəti 60 gündür. Lakin əgər bu şiddət, bu zorakılıq daha uzun müddət davam edirsə, 60 gündən 180 günə qədər uzadıla bilir. Qeyd edeyim mən məhkəmə tərəfindən, biz məhkəmələrdə bu tip işlərə baxılanda qanunvericiliyimizdə də qeyd olunur. Mülki prosessual məcəlləmizdə qeyd olunub ki, bu xüsusi icraat qaydasına həyata keçirilir. Burada zərər çəkən şəxslər, məişət zorakılığını törədən şəxslər və eləcə icra hakimiyyəti nümayəndəsi iştirak edir, vəkil də iştirak edə bilər və yaxud da səlahiyyətli bir nümayəndə də iştirak edə bilər. Lakin kənar şəxslərin iştirakı qadağandır. Yəni şəxs müraciət edərsə məhkəməyə, məhkəmə bu işlərə qapalı məhkəmə iclasında keçirə bilər. Çünki bildiyimiz kimi məhkəmələrdə işlərə açıq məhkəmə icraatında baxılır.
Ona görə də yəni narahat olmayın ki, bununla bağlı məsələ ictimaiyyətə yayıla bilər, məsələn siz biabır ola bilərsiniz, kimsə bu barədə bilər, sizi aşağılaya və s. Yəni buna çəkinmək lazım deyil. Sizin təhlükəsizliyinizin təmin olunması bu bir prioritetdir, istər vəkillər tərəfindən, istər məhkəmə və ya digər dövlət orqanları tərəfindən. Və belə, məhkəmə tərəfindən də uzunmüddətli mühafizə orderinin verilməsi məsələsinə baxılır və təbii ki, iş ətraflı şəkildə də araşdırılır. Bu qədər. Yəni demək istəyirəm ki, hörmətli tədbir iştirakçıları, yəni kifayət qədər çox imkanlar var. Biz vəkillər də hər zaman sizin hüquqlarınızı müdafiə etməyə hazırıq. Qeyd edeyim, bir nüansı da qeyd edeyim ki, hətta maddiyyat baxımından çəkinirsinizsə, bundan da çəkinmək lazım deyil. Çünki Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədris mərkəzi yaradılıbdır. 2018-ci ilə yardım 19-cu ilə fəaliyyətə başlayır və həmin tədris mərkəzinə müraciət etməklə siz pulsuz hüquqi yardım da ala bilərsiniz. Və bu yardım istər məsləhət xarakterli ola bilər, istər məhkəməyə müraciətlə bağlı ola bilər, istər maddi-mənəvi ziyanın tələb edilməsi ilə bağlı ola bilər. Yəni ona görə də bizdə hətta yəni Vəkillər Kollegiyası olaraq kifayət qədər monitorinqlər həyata keçirilir, müxtəlif rayonlara, ərazilərə gedilir. Bax, biz bugün də bu tədbirə dəvətliyik, təşəkkür edirik növbədə tədbirə dəvət etdiyiniz üçün. Yəni biz öz tərəfimizdən öz köməyimizi sizə təklif edirik və bildiririk ki, siz bizə də müraciət edə bilərsiniz, əgər çəkinirsinizsə dövlət orqanlarına getməkdən. Yəni biz əlimizdən gələni eləməyə hazırıq. Və dediyim kimi, pulsuz hüquqi yardım da sizə göstərilə bilər. Təbii ki, onun ödənişi dövlət hesabına olacaq. Onun da prosedurasını, yəni vəkillər özləri bilirlər. Yəni məhkəməyə müraciət olunur və məhkəmə tərəfindən həmin ödəniş həyata keçirilir. Yəni qərar qəbul olunur ki, ödəniş həyata keçirilsin. Bu qədər. Yəni hesab edirəm ki, sizə hər tərəfli şəkildə bu mövzu aydın oldu. Əgər sualınız varsa, ünvanlaya bilərsiniz. Bu qədər. Yəni hesab edirəm ki, hər bir şəxs çox sağ olun. Yəni hesab edirəm ki, hər bir şəxs növbədə öz hüququnu bilməli və müdafiə etməyə bacarmalıdır. Çox sağ olun. Hörmətli tədbir iştirakçıları və əziz qonaqlar, hər birinizi salamlayıram və Hörmətli tədbir iştirakçıları və əziz qonaqlar, hər birinizi salamlayıram və gecikdiyimə görə üzrlü hesab etməyinizi xahiş edirəm. Əslində mənim bu tədbirə gecikmə səbəblərindən də biri bir gün öncə baş vermiş xüsusi amansızlıq və dəhşətli qətllə bağlıdır. Baxmayaraq ki, ictimai hüquqlar heç bir məlumat veririk, amma paytaxtımızda çox ağır bir qətl hadisəsi baş verib. Və bunun da səbəblərindən, köklü səbəblərindən biridir və zorakılıqdır, məişət zorakılıqdır. Məişət zorakılığı cəmiyyətimizdə çox vaxt gizli qalan, eyni zamanda bir o qədər də geniş yayılan əsas sosial problemlərdən biridir. Gizli qalan ona görə dedik ki, məişət zorakılığının qurbanı olan çox uşaq və çox qadınlar bugün biz onların səsi olmağa çalışırıq. Bu barədə bildirməyə çəkinirlər, bildirə bilmirlər. Demək olar ki, bizə hər gün, hətta qeyri-iş günləri, bayram günləri, baxırsınız ki, bayramda insanlar öz evlərində bayram keçirirlər. Amma bir xanım ağlayaraq səninlə əlaqə saxlayır ki, mən evdə də şiddətə məruz qalıram, uşaqlar şiddətə məruz qalır. Yoldaşı sərxoş halda gəlir və bizi öldürməklə hədələyir, önündə bıçaq var, halqlar və s. kimi əşyalardan istifadə edir, bizlə eləyir. Və belə vəziyyətdə mən burada xüsusi minnətdarlığımı bildirəm hüquq mühafizə orqanlarına. Həqiqətən də bizim ilk sığınacağımız yer hüquq mühafizə orqanları olur. Çünki qadın uşaqları sığınacağa yerləşdirilən kimi biz ilk növbədə onları hüquq mühafizə orqanlarına yerləşdiririk, onlara yaxın olan ərazilərdə. Məişət zorakılığı ümumiyyətlə, əgər məişət zəminində bir qadına, bir uşağa qarşı zorakılıq törədilirsə, bu ilk növbədə hər şeydən öncə insan hüquqlarının təhlükəyə almaqdır. Bu da hüquqi dövlətin prinsiplərinə tamamilə ziddir. Çünki hər bir demokratik və hüquqi dövlətin əsas pozitiv öhdəliklərindən biri insan hüquqlarının, insanların konstitusiyon hüquqlarının, onların təhlükəsiz yaşamasının təminatına imkan yaratmaqdır. Və ona görə biz hər birimiz öz sağlam gələcəyimizi qorumaqdan ötürü, sağlam cəmiyyət qurmaqdan ötürü məişət zorakılığına qarşı mübarizədə
fəal olmalıyıq. Məişət zorakılığından bugün qadın uşaqlardan danışırıq. Əlbəttə ki, bütün insanlar məişət zorakılığının qurbanı ola bilər. Amma daha çox təəssüflər olsun ki, statistika bunu göstərir ki, bütün dünyada, cümlədən Azərbaycanda daha çox qadınlar və uşaqlar bu zorakılığın qurbanıdır. Məişət zorakılığının qarşısının alınması ilə mübarizə qeyd etdiyim kimi insan hüquqlarının təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Və məişət zorakılığı eyni zamanda məktəblərdən də biz bunu müşahidə edirik, universitetlərdən də, ailələrdən də müşahidə edirik və ümumiyyətlə insanların ailədə gördüyü zorakılıq həm uşaqlarda, gənclərdə çox ciddi psixoloji travmalar yaradır ki, bu travmalarda illərlə davam edir təsiri. Sonradan bu insanlar bunun aqressiyanın əvəzini cəmiyyətdən çıxmağa çalışır. Məktəbdə sinif yoldaşlarından və yaxud da başqa bir şəxslərdən, tanımadığı insanlardan. Biz əksər cinayət hadisələrinə də baxanda görürük ki, bunların köklü səbəblərinin 90% hallarında məişət zorakılığı nəticələridir. İstər məktəblərdə olsun, istər universitetlərdə və yaxud da ailələrdə baş verən bu negativ hadisələrdən. Səbəbində kökündə məişət zorakılığı durur. Məişət zorakılığı ilə bağlı mübarizədə bugün çox geniş tədbirlər həyata keçirilir. Qanunvericilik aktları qəbul edilir. Hələ 2010-cu ildə məişət zorakılığına qarşı mübarizə haqqında qanun qəbul edildi və ondan sonra qanunvericilik təkmilləşdirildi. Hətta BMT-nin Əhali Fondunun, Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 21-ci əsrdə qadınlara qarşı zorakılığa bağlı birgə layihəsi həyata keçirilir və bununla bağlı ümumiyyətlə BMT-nin konvensiyası da var. Qadınlara qarşı seçkinin bütün formalarının ləğv edilməsi ilə bağlı və ayrıca bir SEDO komitəsi də var. Və bu beynəlxalq bir problemdir, təkcə Azərbaycanda deyil. Və buna görə də qeyd etdiyim kimi bu məişət zorakılığı məhz gənclərdə, uşaqlarda, ailələrdə psixoloji travmalar qoyduğuna görə və travmalarda illərlə davam edir ki, bu da ailə modelinin sütunlarını sarsıdır, vətəndaş cəmiyyətinin sütunlarını sarsıdır. Bugün nikahın pozulması hallarının sürətli şəkildə artması, artıq dövlət buna qarşı mübarizə aparması həqiqətən də hər birimizi ciddi düşündürən və narahat edən bir məsələdir. Biz öz gələcəyimizi qorumaqdan ötürü, ailələrimizi qorumaqdan ötürü, öz gələcək nəsillərə zorakılıqdan azad olan bir sağlam cəmiyyəti biraz qoymaqdan ötürü bugün məişət zorakılığına qarşı hər birimiz fəal olmalıdır. Yəni buna bizim problem deyil, bizim ailədə deyil, qonşunundur, bizə və başqasınındır, bizə nə deyə yanaşmamalıyıq. Məişət zorakılığına qarşı hər birimiz sıfır tolerant mədəniyyəti özümüzdə formalaşdırmalıyıq. BMT-nin statistikasına görə bugün dünyada hər 3 qadından biri məişət zorakılığının qurbanıdır. Mən çox danışmaq istəmirəm, artıq şəxslər bu barədə ətraflı məlumat verirlər, məişət zorakılığından mühafizə ordinlərlə bağlı. Və qeyd etmək istəyirəm ki, məişət zorakılığının da 4 forması var. İqtisadi, cinsi zorakılıq, psixoloji zorakılıq və fiziki zorakılıq. Ən dəhşətlisi də psixoloji zorakılıqdır. Çünki psixoloji zorakılıq hiperçəkdir və onun yaratdığı izlər daha dərindir. Və məişət zorakılığının qurbanları bu problemin daha dərin kök salmasının əsas problemlərindən, məsələlərdən biri odur ki, zorakılıq qurbanları öz hüquqlarının müdafiəsi haqqında məlumatlı deyil və yaxud da məlumatlı olduğu halda onu həyata keçirə bilir. Yəni, hər kəs bilsin ki, məişət zorakılığına qarşı mübarizədə 860 qaynar xətti var, 116-111 qadına dəstək xətləri var, qaynar xətləri var və 24 saatlı xətlər açıq olur. Eyni zamanda hər birimizin ən çoxdan olduğu 102 qaynar xətləri var və buna istənilən vaxt müraciət edə bilərsiniz. Psixoloji yardımdır, hüquqi yardımdır. Bunlar tamamilə təmənnasız həyata keçirilir. Həm Azərbaycan Respublikasının Cinayət Prosesləri Qanunvericiliyinə, həm Mülki Prosesləri Qanunvericiliyi 2004-cü il edilmiş dəyişikliklərdən artıq məişət zorakılığı qurbanlarına tamamilə dövlət hesabına ödənişsiz hüquqi yardım göstərilir. Yəni, onlar dövlət hesabına vəkillər təmin olunurlar. Yəni, mən buradan hər kəsə çağırış etmək istəyirəm ki, çalışaq zorakılıqdan uzaq durar. Və ola bilsin ki, siz sinif yoldaşlarınızla, dostlarınızla və tələbə yoldaşlarınızla münasibətlərdən hansısa bir münasibət sizin xoşunuza gəlməyə bilər. Xüsusən mən oğlanlara səslənmək istəyirəm. Onlara harasa bir gedək söhbət edək, bir gedək məktəbin arxasına çağırıram səni və yaxud da dərsdən sonra gəl bir yeri, mən dostlarımdan gələcəm, sən də dostlarımdan gələrsən. Qəti belə şeylərdən çəkinin, çünki bir anlıq sizin emosional münasibətiniz geri dönüş olmayan nəticələrə gətirib çıxara bilir. Hansısa bir validenin göz yaşının qalmasına səbəb ola bilir, hansısa ailələrin dağılmasına səbəb ola bilir.
Mən burada gender bərabərliyi qorunmasını çalışacağım sondakı fikrimdən. Yəni qadınlara qarşı, qızlara qarşı, hər kəs öz həmcinsinə qarşı, kişilərə qarşı da, oğlanlara qarşı da hər zaman çalışaq ki, biz öz hüquqlarımızın qorunmasına qarşılıqlı hörmətlə yanaşaq hər birimizə. Çünki məişət zorakılığına azad bir cəmiyyət yalnız o halda biz qura bilərik ki, biz ilk növbədə zorakılığa qarşı sıfır tolerant mədəniyyətini özümüzdə formalaşdırmalıyıq və hüquqi maarifləndirməni gücləndirməliyik. Qeyd etdiyim kimi, qanuni qanunları kifayət qədər qəbul edilir, əsas bu prosesi isə maarifləndirmədədir. Nə qədər insanların hüquqi savadlığı artsa, cəmiyyətdə hüquq mədəniyyəti formalaşsa, bir o qədər negativ hadisələr az olacaqdır. Bu maarifləndirmə ki, mən hər zaman qeyd edirəm ki, başlamalıdır məktəblərdən, universitetlərdən, rayonlardan və daha çox da kişilər arasında aparmalıdır. Və mən burada qadınlarla yanaşı çox sevindirici haldır ki, oğlanların da çox iştirak etdiyini şahid edirəm. Və hesab edirəm ki, ümid edirəm, inanmaq istəyirəm ki, gələcəkdə bu tədbirdən, bu seminardan onlar yəqin ki, nəticə çıxaracaqlar və gələcək həyatlarında da zorakılıqdan uzaq qalmağa çalışacaqlar. Yəni biz məişət zorakılığına yol verməyək ki, sonradan onun müdafiə yollarını axtaraq. Hər birimiz bütün hallarda zorakılığa yox deyək, zorakılıqla mübarizədə bir olar gələcəyimizi, ailələrimizi Yəni, burada şahid olduğum sual verirlər. Mən onu qeyd eləmək istəyirəm ki, dəyərli ekspertlərimizin burada çıxışlarına diqqətlə qulaq asmaq lazımdır. Nəyə görə diqqətlə qulaq asmaq lazım? Çünki indi hal-hazırda ola bilər ki, biz bu hallarla qarşılaşmırıq. Amma qarşılaşanda necə rəftar edəcəyimizi çox çətinliklə müəyyən edirik. Yəni, sonra bilmirik ki, hansı orqana müraciət edək, hansı orqan bizim hüquqlarımızı qoruyacaq və necə olacaq? Bu da çox böyük risk altında qoyur. Ona görə də birinci, dəyərli vaxtlarını ayırıb gəldik bizim kollektivdə belə bir maarifləndirici tədbir keçirdikləri üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun ki, geniş mənada həqiqətən ətraflı məlumat verdiniz. Əslində, belə bir tədbirlərin diskusiya formada keçirilməsi daha yaxşıdır. Çünki bizim tələbəmiz sual verdi. O tələbəmiz ən çox araşdırma aparan tələbələrimіздəndir. Yəni, o tələbənin, bir tələbəmizin o cür sual verməsi bəlkə də burada 50 tələbənin ürəyindən keçir və 5 belə tələbə sual verirsə, təsəvvür edin ki, demək olar ki, bütün auditoriyada olan, onların özlərinin belə deyək, bəzən dəyərli ekspertimiz dedi, çəkinirlər sual verməyə, çəkinirlər ki, belə bir halla qarşılaşmışıq və şahidi olmuşuq, hara müraciət edək, necə eləmək lazımdır. Əslində, çəkinmək lazım deyil. Kimin sualı varsa, yəni, burada dəyərli ekspertlərimiz, düzdür, o qədər geniş formada izah elədilər ki, mənə elə gəlir ki, yenidən şərhə ehtiyac yoxdur. Və onu da qeyd edeyim ki, nəinki ümumi təhsil məktəblərində, orta ixtisas təhsil məktəblərində, ali təhsil müəssisələrində bütün formada bu tədbirlər keçirilir, maarifləndirilir. Ən əsası bizim risk qrupuna daxil olan o cür, belə deyək, vətəndaşlarımız ola bilər. Onları aşkarlasaq, biz inanın ki, bəlkə də 30%, 40% o zorakılığın qarşısını almış olarıq. Əsas məqsəd də elə ondan ibarətdir ki, yəni bizim sizə tövsiyəmiz ondan ibarətdir ki, baxmayaraq ki, hansısa bir müəssisə olursa olsun, özünüz görürsünüz. Yəni, mən də təyin olduğum müddətdən həmişə tələbələrimizə deyirəm ki, koridorda belə yaxınlaşıb öz sualınızı verə bilərsiniz. Yəni, baxmayaraq ki, gedim gözləyib, qəbuluna düşüm, kimsə və yaxud da ki, mən gəldim, qrup rəhbərinə dedim, baxmadı, sonra gəldim, nə bilim, şöbə müdürün yanında oldum və s. və ilaxır. Yəni, bizim əsas məqsədimiz birinci növbədə sizi dinləməkdir və inanın ki, biz hər halda sizə düzgün yol göstərəcək. O baxımdan da, yəni, şəxsən mən arxan edə bilərəm ki, hər bir müraciətiniz diqqət
mərkəzindədir. Yəni hansı formada müraciət etsəz, sizin müraciətinizə baxılacaq. Bir daha təşəkkür edirəm sizə gəldiyiniz üçün. Bu önəmli elə bir aktual mövzudur ki, həqiqətən bu günün aktual mövzusudur demək olar ki, ekspertlərimizin hər biri öz sahəsində belə deyək, ən peşəkar insanlardır. Burada da yəqin ki, dinlədinizsə çıxışlarında onların bütün hansı ekspertin, hansı istiqamətdə çıxışı var idisə, diqqətlə qulaq asmışsınızsa, görəcəksiniz ki, orada həqiqətən düzgün yol sizə göstərilir. Və həqiqətən bu aktual mövzudur. Bu mövzu elə bir mövzudur ki, qaçılmazdır. Kim desə ki, mən qarşılaşmamışam, yalandır, açığını bilmək istəyirsinizsə. Sadəcə olaraq reaksiya vermək lazımdır. Çəkinmək lazım deyil ki, mən sosial şəbəkədə kimsə, belə deyək, bunları yayar və axır və s. Ona görə də sonra da o daha, belə deyək, onun fəsadları daha çox olacaq. Ona görə də anında reaksiya vermək lazım. Çox sağ olun, təşəkkür edirəm. Bizim üçün şərəfli olan bir çay içelim. Buyurun. Buyurun. İşte mən də sizi təbrik edirəm, Səbuh müəllim. Yeni seçildiyinizə inanıram ki, uğurlu olacaq. Uğurlar arzulayıram, müvəffəqiyyətlər arzulayıram. Sizin kimi rəhbər olan kollecdə mən inanıram ki, hər bir şey yüksək səviyyədə həyata keçəcək. Mən Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentinin icraçı sədri Aygün xanım Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbəri Anar Bayramova təşəkkür edirəm. Gülarə xanıma təşəkkür edirəm. Elvina xanıma, Zilyət xanıma, Gülmirə xanıma təşəkkür edirəm. Murad müəllimə böyük təşəkkür edirəm ki, həqiqətən də nə vaxtı bizim tədbirin müraciət etmişiksə, canlı olaraq bizə dəstək olur. Çox sağ ol Murad müəllim, hər zaman uğurlar arzulayıram. Layihəmizin eksperti Cövhər xanıma təşəkkür edirəm. Günlərə xanıma da təşəkkür edirəm ki, bizim bu tədbirə gəlib iştirak etdiyinə görə. Öncə də tələbələr sizə uğurlar arzulayıram. Çox sağ olun ki, bizim bu tədbirdə iştirak edirsiniz. Hətta indi isə sizə bir xatirə şəkli çəkdirmək istəyərdim ki, tədbirin sonunda xatirə şəkli çəkərsə bunu müəllimlər olur.